Riskli həmləliyi keçirdən gözəl qızımız 4 ildən sonra ikinci dəfə ana olmağa hazırlaşır. Birinci həmləliyimizdə eyni riskli keçib, cift problemi, düşük riskimiz, hematoma, erkən doğuş riski, su problemi, su azlığı var idi həmləlik zamanı. Ona baxmayaraq hal-hazırda evimizdə körpəmiz var və təkrar qızımız həmlə oldu. Gəldi yanıma, eyni riskli keçir həmləliyimiz, hematoma, düşük riski, cift problemi, erkən doğuş riski, ona baxmayaraq ağrılarımız ucu başlayıb 30 həftədən, amma 37-38 həftəyə çatdıq və artıq dəqiqələr qalıb mamiçik olmağa. Sizi təbrik edirəm. Arzu edirəm siz də belə sevinəsiz, hazırlaşasınız ana olmağa. Çox sağ olun doktor. Sizin sayənizdə ikinci dəfə ana olacağam. Evdə bir oğlum var. İnşallah qızımız gəlir. Birinci oğlum da çox çətin vəziyyətdə gəlmişdim sizə. Yəni düşük riski, hər şey var idi demək olar ki. Amma sağ-salamat aldım qucağıma. İndi də ikinci uşağım 37 həftəyə çatmışıq, 38 övrə. İnşallah bunu da sağ-salamat alaram qucağıma. Çox sağ olun. Təbrik edirəm. Sağ olun. Biz də getdik. Paka-paka. Şu gedirik mənim prinsesim. İkinci dəfə mamiçik olmağa. İnşallah. Hər şey yaxşı olar. İnşallah. Çox sağ olun doktor. Gözünüz aydın olsun. Kızımız oldu 4 ildən sonra. Tərkdən hamalı sapasına 2 kilo 840 gram boyu 48 kimsə. Tamam. Tebrik ederim. Büyük kız olsun. Hoş bu ne? Şirindi böyle. Ne prensesti böyle. Gözümüz aydın olsun. Tebrik ederim. Çok sağ olun. Tebrik ederim mamiçka. Riskli həmləliyə baxmayaraq 37-38 həftəyə çatdıq və şip-şirin qarasaç qızımız oldu. Gözümüz aydın. Çok sağ olun doktor. Allah razı olsun. Tebrikler. Tebrikler. Gözünüz aydın olsun. Hər şey yaxşıdır. Nələşq oldunuz. Tebrik ederim. Gözümüz aydın. Gözümüz aydın. Gözümüz sağ olun. Amin. Doktor çok Tebrik sağ ederim. olun. Sağ olun. Gözümüz aydın olsun. Okşuyor kopya. Kopya okşuyor. Tebrikler. Biliyorum da saçlar. Herkesi azdı ama saçlar nece uzun. Böyle papak Saçlar verip